Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Bu gün sizinlə yeni bir nəzəriyyə keçəcəyik. Jung'un psixoloji tiplər nəzəriyyəsi. Demək, bu nəzəriyyə 2026 MIG çərçivə sənədinə yeni əlavə olunmuş nəzəriyyələrdən biridir. Yəni MIG-çilər üçün vacib mövzulardan biridir. Düzəsinə Jung'un nəzəriyyəsi 2024 Time kitabında da var, amma bu nəzəriyyədə çox əlavələr olunub. Orada düz oxşarlıqlar var təbii ki. Orada başqa əlavələr var idi, amma burada da yeni əlavələr çoxdur. Yəni demək olar ki, bu mövzu belə deyək ki, yeni mövzudur və MIG çərçivə sənədində var. Həm bu mövzunu keçirəm, həm də digər mövzunu keçəcəm, çünki o biri mövzu sertifikasiya çərçivə sənədində var. Belə, gəlin dərhal vaxt itirmədən başlayaq. Hər bir nəzəriyyənin bilirsiniz ki, mahiyyəti var müəllimlər. Görək Jung bizə nələr çatdırmaq istəyir. Başlayaq dərhal. Əslində bilirsiniz ki, digər mövzuların PDF-ini hazırlayıram, amma nəzəriyyələrdə PDF hazırlamıram, çünki bəzi hissələri kitabla getmək daha yaxşıdır və çalışacağam ki, bu nəzəriyyəni də aydın, sadə formada sizlərə çatdırım. Demək ki, Jung bizə nə deyir müəllimlər? Deyir ki, hər bir insan müəyyən məlumatları belə deyək də, müəyyən dərəcədə tutaq ki, qəbul eləyir, qavrayır. Yəni o araşdırıb ki, insanlar məlumatı necə əldə edir, necə qavrayır, enerjisi hara gedir. Yəni bunlarla bağlı bir nəzəriyyədir. Gəlin biraz da xırdalığa enək. Demək belə. Baxın elə burada görürsünüz ki, Jung tərəfindən irəli sürülən psixoloji tiplər nəzəriyyəsi deyir ki, insanın dünyanı necə qavradığını, məlumatı necə əldə etdiyini, necə qərar verdiyini izah etməyə yönəlib. Deyir insanlar eyni hadisəni fərqli şəkildə dərk edir. Bu həqiqətən də belədir. Deyir fərq onların daxili psixoloji orientasiyasından qaynaqlanır. İndi bunu da izahını verəcəm. Yəni belə deyək də daxili psixoloji deyir ki, orientasiyasından qaynaqlanır. Yəni insanların burada enerjisi də vacibdir. Bir də məlumatları necə qavradığı, necə əldə etdiyi, hamısı deyir ki, biri-biri ilə bağlıdır. Deyir ki, iki əsas psixoloji ölçü var. Deyir ki, insanların bir-birindən fərqli davranmasını izah edən iki əsas psixoloji ölçü var. Bir, enerjinin istiqaməti. İki, informasiyanın emalı. Deməli, bu iki ölçünü nədə görür? Enerjinin istiqamətində, bir də informasiyanın emalında. Bu deməkdir ki, hər bir insan deyir, həm enerjisini hara yönəltməsi, baxın insan enerjisini deyir, hara yönəldir? Xarici aləmə. Məsələn, bu ekstroversiya adlanır, yoxsa daxili aləmə, introversiya. Yəni enerji və hara xərcləyirsən. Həm də dünyanın necə qavradığı, baxın, necə qavradığı və qərarları necə verməsi baxımından fərqlənir. Qərarları necə verməsi düşünərək, hiss edərək, duyğu, intuisiya, indi bunlara gələcək. Deməli, bu hissə biraz sizə qarışıq görsənə bilər, amma biraz diqqətli olsanız başa düşəcəksiniz. Deməli, deyir ki, insanlar enerjisini, baxın, hara yönəldir? Xarici aləmə, yoxsa daxili aləmə? Bu vacibdir. Bir də ki, dünyanı necə qavrayır, necə qərarlar verir. Bir də bunlar. İndi bunun biraz da dərinliyinə inəcək. Baxın, deyir ki, Jung insan psixikasını başa düşmək üçün iki əsas sual üzərində deyir düşünürdü. İnsanın enerjisi hara yönəlir, bayaq dediyimiz. İnsan məlumatı necə qəbul edir və necə qərar verir. Buna görə də psixoloji tiplər nəzəriyyəsini deyir ki, kəşf elədi, nəzəriyyəsinin təməlini təşkil edir. Gəlin indi bu nəzəriyyə haqqında daha dərin məlumat əldə edək. Deməli, enerjinin istiqamətindən bayaq danışdıq, düzdürmü? Deyir ki, ekstroversiya. Diqqətin xarici aləmə yönəlməsi. Ümumiyyətlə, ekstroversiya deyən kimi xarici aləm yada düşsün. İntroversiya diqqətin daxili aləmə yönəlməsi. İndi bunun açıqlamasını bir-bir verəcəm. Ekstroversiya diqqətin xarici aləmə yönəlməsi, amma introversiya deyir diqqətin daxili aləmə yönəlməsi. Baxın, Jung'un fikrincə hər bir insanın enerjisinin əsas istiqaməti ya xaricə, ya da daxilə doğru yönəlir. Həqiqətən də elədir. Bu hissədən razılaşırıq. Ekstrovertlər kimdir? Baxın, enerjilərini xarici mühitdən alırlar. İnsanlarla ünsiyyət, fəaliyyət, hadisələr, hərəkət deyir, onları canlandırır.
Aha, məsələlərə baxışları, qərar vermələri, hadisələrə münasibəti əsasən xarici faktorlarla əlaqəli olur. Xarici təsirə daha tez məruz qalırlar. Deməli, müəllimlər, ekstrovertlər, baxın, enerjilərini xarici mühitdən alırlar. Demək olar ki, elə enerjilərini də xarici mühitə digər insanlara xərcləyirlər. İndi biraz da bunun açıqlamasını versək, məsələn, elə insan var ki, belə deyim də, digər insanlarla ünsiyyəti, nə bilim, daim onlarla təmasda olmağı çox sevir. Adicə, nə bilim, hər hansı bir nəsə özünə alsın və ya ki, hər hansı bir iş görsün, neyləsin, tezkən bütün ətrafdaşlarına xəbər verir, bundan zövq alır, digər insanların bilməsini bunu sevindirir, düzdürmü? Bax, bunlar ekstrovert şəxslərdir. Deyir insan, ekstrovert şəxs insanların arası olmağı sevir, tək qalanda tez darıxa bilir, bəli. Yeni insanlarla tanış olmaqdan çəkinmir, çox vaxt ilk salam verən odur, bəli. Qrup işlərində, müzakirədə, bax elə şagirdlər də var da, təqdimatlarda özünü daha rahat hiss edir. Qrup işində və sair bir də görürsən ki, həqiqətən də bu şagirdlər daha çox aktiv olur, hər zaman can atırlar. Duyğularını açıq şəkildə ifadə etməyə meyllidirlər. Ondan sonra demək nə? İndi bu hissə belə edək biraz. Deyir ki, nə? Ekstrovert üçün dünya bir növ deyir səhnədir. Aha, hadisələr, insanlar, səslər onu hərəkətə gətirir. Deməli, ekstrovert haqqında bu qədər. Nə başa düşdük? Bu insanlar belə deyim, xarici aləmdən sanki elə enerjini alır, öz enerjisini də ora yönəldir. Məncə bu qədər məlumat yetərli oldu ki, yəni digər insanlarla əlaqədə olmağı, ünsiyyətdə olmağı sevirlər. Bəzi şagirdlər də var ki, qrup işi zamanı, nə bilim, əməkdaşlıq və sair, yəni bu zamanda onların qabiliyyətləri daha ön plana çıxır belə. İntrovertlər kimlərdir? Enerjini daxili aləmdən alırlar. Aha, təklik, yalnızlığı sevənlər. Daxili aləmdən alırlar. Düşüncə, refleksiya, daxili hisslər və təsəvvürlər onlara güc verir. Niyə? Çünki öz-özünə daim düşünür, refleksiya edir, daxili hisslər və beynində təsəvvürlər yaradır müəyyən işlər üçün. Bu onlara güc verir. Hadisələri, münasibətlərə qərar verməyə əsasən daxili amillərlə təbii ki, əlaqəli olacaqdır. İntrovert insan deyir ki, səs-küylü, aha, səs-küylü, çox insanlı yerlərdə deyir tez yorula, amma tək və ya az insanla daha dərin ünsiyyət qura bilər, bəli. Danışmazdan əvvəl fikrini beynində bişirir, deyir, düşünməyi dinləməkdən çox sevir. Yəni düşünməyi sevir də bu insanlar. Sonra az, amma güvəndiyi insanlarla yaxın dostluğa üstünlük verir, tədricən açılır, bəli, bu insanlar tədricən digər insanlarla yavaş-yavaş ünsiyyət qurmağa başlayır. Dərhal özünü göstərmir, amma tanıdıqca çox zəngin daxili dünyası ortaya çıxır. Müşahidəsidir, detallara, insanlar incə dəyişikliklərə diqqət edir. Yəni bir sözlə bu insanlar deməli nə introvert insan deyəndə o təkliyi sevənlər, dərin düşünən, ondan sonra özü üçün refleksiya edir müəyyən məsələləri, düzdürmü? Introvert üçün dünya bir növ daxili səyahət, bəli. O birisilər üçün dünya bir səhnə idi, çıxsınlar özlərini göstərsinlər, belə deyim, amma bunlar üçün isə daxili səyahət. Düşüncələr, hisslər, ideyalar bayaq dedik. Deməli, bütün bunlar bizim dünya ilə necə əlaqə qurduğumuzu izah edir. Demək, müəllimlər, mövzumuzun bu hissəsi nədən bağlı oldu? Yəni enerjinin istiqaməti. Ekstroversiya və introversiya. Həmin şəxslərə də nə dedik? Ekstravert şəxs, bir də introvert şəxs, düzdürmü? Ekstroverti də bildik, introvert haqqında da məlumat əldə etdik ki, enerjini hardan aldılar, hara xərclədilər və s. İndi keçirik ikinci məsələdə demişdi axı Jung. Nə demişdi? İnformasiya neymalı? Biz informasiyanı necə qavrayırıq? Birinci bundan danışacağıq və qərarları necə veririk. Daha sonra isə keçəcəyik digər hissəyə. Deyir ki, informasiya neymalı, yəni funksiya. İkinci ölçü insanın dünyanı necə qavradığını, qələmimizi götürək, necə qavradığını və qərarları necə verdiyini izah edir. Deməli, enerjidən bitirmişik. İndi görək dünyanı, nə bilim, informasiyanı necə qavrayırıq və qərarları necə veririk. Bu səbəbdən Jung deyir ki, emal prosesinin özünü də iki kateqoriyaya bölür. Birinci, qavrama funksiyası. Məlumatı necə qəbul edirik, yəni necə qavrayırıq. Aha, yazıb birinci nə? Duyğu. Aha, duyğu nədir görək? Deyir, faktlara, detallara və real təcrübələrə əsaslanan qavrayışdır. 5 duyğu orqanı vasitəsilə alınan məlumatlara etibar etmək. Yəni məsələn 5 duyğu orqanının birisi eşidərək, nə bilim toxunaraq, görərək, yəni bunlar nəzərdə tutulur. Deməli, deyir ki, faktlara, detallara və real təcrübələrə əsaslanaraq qavrayış.
duyğu orqanlarımıza etibar edərək, yəni müəyyən məlumatları qavraya bilirik. Bu funksiyası güclü olan insan burada və indi indiyə fokuslanır. Bu nə var deyir, onu görürəm. Prinsip ilə işlər. Duyğu funksiyası güclü olan şəxs məsələn dünyanı real, konkret və praktik şəkildə görür. Aha. Detallara və fiziki reallığa diqqət edir. Burada və indi deyilən anda deyir, yaşayır. Faktlarla danışır. Abstrakt məna axtarmaqdansa gördüyünü, eşitdiyini, toxunduğunu, düzdürmü? Yəni görür gözü ilə, eşidir qulaqla, toxunur əllərlə, yəni həmin orqanlarımız vasitəsilə, düzdürmü? Duyğu orqanlarımız. Daha sonra deməli nə? Dəyişiklik və yenilikdən çox təcrübəyə və reallığa güvənir. Aha. Belə insanlar tez-tez mənə fakt göstər görüm necədir, konkret nə var kimi yanaşmaya deyir ki, malik olurlar. Məsələn, nümunə də verib ki, müəllim sinifə girib və deyir, sinif çox soyuqdur. Duyğu funksiyası güclü olan şagird belə düşünür. Həqiqətən temperatur aşağıdır, pəncərə açıqdır, nə bilim termometr bu dərəcəni göstərir və s. Yəni faktlara baxır və real, konkret məlumatı deyir, nə edir, qəbul edir. Yəni bir sözlə demək, qavrama funksiyası nə oldu müəllimlər? Biz necə qavradıq? Məsələn, duyğularla, deyir, fakta, detallara, real təcrübələrə əsaslandıq. 5 duyğu orqanımız vasitəsilə aldığımız məlumatlara etibar edərək deyir ki, məlumatı, informasiyanı nə etmiş oluruq? Qavramış oluruq. Bir dəqiqə, hə. Demək belə. İndi keçək bu hissəyə. İntuisiya nədir? Gəlin görək. İntuisiya birinci olduğu duyğu. İkinci olacaq intuisiya. Hələ ki bu nədir müəllimlər? Qavrama funksiyalarımızdan birincini duyğunu keçdik. İndi isə intuisiya haqqında danışacağıq. Aha, deyir ki, intuisiya gizli əlaqələri, qələmimizi götürək, gizli əlaqələri, ehtimalları və gələcəyə dair imkanları görmək, məlumatın arxasındakı mənanı hiss etmək. Artıq intuisiya deyəndə nədir müəllimlər? Yəni biraz daha dərin, təhlil eləyirsən, gizli əlaqələri tapırsan, düzdürmü? Bu funksiyaya sahib olan insan necə olur? Induktiv insan deyilir buna. Deyir, daha çox gələcəyə yönəlir, hadisələrə imkan və ehtimallar deyir, hadisələrə daha doğrusu imkan və ehtimallar görür, bax gələcəklə bağlı. Sonra deyir ki, faktorlardan çox mənalara və obrazlara diqqət edir. Deyir, daha doğrusu faktlardan çox mənalara, burada biraz yaxşı düşməyib, faktlardan çox mənalara və obrazlara diqqət edir. Aha, nümunələrin arxasından məna və tendensiya axtarır, yəni hər hansı bir məna axtarır. Gələcək nəticələri deyir, tez hiss edir və proqnozlaşdırır. Məsələn, tutaq ki, nümunə də verib, müəllim yenə deyir, sinif çox soyuqdur. Bu şagird nə düşünəcək? Deyir, bəlkə müəllim bizi başqa sinifə, bəlkə deyir ki, müəllim bizi başqa sinifə keçirmək istəyir. Bəlkə də müəllim yorğundur və bu şikayət onun halından xəbər verir. Yəni belə. Belə deyim də, sözün arxasında olan o gizli məqamları, ehtimalları, nəticələri, mənaları düşünür. Yaxşımı? İntuisiya. Demək, indi birinci nə öyrəndik müəllimlər? İnformasiya neymalı? Dedik ki, bunu da 2 yerə bölmüşdük, düzdürmü? Birinci qavrama funksiyası idi, ikinci qərar vermə. Hələ qərar vermə indi keçəcək. Deməli, qavrama, informasiyanı, məlumatı nədən, necə qavradıq? Duyğu vasitəsilə, bir də ki, nə? İntuisiya. Deməli, duyğuda nə oldu? Faktlara, detallara əsaslandı, real təcrübələri, bir də 5 duyğu orqanımız vasitəsilə informasiyaları mənimsədik, əldə etdik. Amma intuisiya artıq orada ehtimallar, gələcəyə yönəlik nəsə imkanları görmək, nə bilim gizli əlaqələri üzə çıxarmaq, bax görürsünüzmü? Hər hansı bir sözün arxasında bir məna axtarmaq, düzdürmü? Demək belə. Ən çox da intuisiyası güclü olan insanlar. Bir kəlmə məsələn tutaq ki, nəsə danışırsan, sözün arxasına artıq onlar başqa yerə yozur, yönləndirir. İntuisiyası güclü olanlar. Deməli belə. İndi ikinci məqam nədir? Qərar vermə müəllimlər. Belə edək, ekranımız tam görünsün. Aha, qərar vermə funksiyaları. Məlumatı necə dəyərləndirib qərar verir? Birinci biz qavradıq məlumatı. Necə qavradıq? Hansı tərzdə kim necə qavrayır, onu öyrəndik. İndi bəs necə qərar veririk? Baxın, deyir ki, düşünmə. Yəni düşünərək. Məntiq, obyektiv analiz və ardıcıllığa əsaslanaraq qərar vermək. Məsələn, məntiq və güvənirsən, nə bilim, analiz eləyirsən və s. Düşünmə funksiyası güclü olan şəxs qərar verərkən şəxsi münasibəti deyil, məntiqi nəzərə alır. Baxın, məntiqi. Ədalət, sistemlilik və obyektivlikdir, onun üçün vacibdir.
Emosiyalardan çox faktlara və analizə əsaslanır. Bax, düşünür axı bu. Emosiyalarından çox faktlara və analizə əsaslanır. Hadisələri səbəblərinə görə başa düşməyə çalışır. Bəli. Yəni düşünmə nədir? Yəni bu nə səbəbdən baş verib? Səbəbinə görə. Bir şeyə inanmaq üçün məntiqi dəlil və struktur axtarır. Yəni düşünmədə nə gördünüz? Məntiqlə düşünür də, belə deyim. Məntiq axtarır, qısa desək. Emosiyalardan çox məntiqə, faktlara, analizə, yenə də dedik ki, obyektivlik, sistemlik, ədalətlik prinsipinə əsaslanır, dəlillər və s. axtarır. Yəni məntiqi olaraq bu insanlar düşünür. Müəllim qrup tapşırığını bölmək istəyir, düşünmə funksiyası güclü olan şagird belə yanaşır. Kim hansı işdə daha bacarıqlıdır, o işi ona verir. Bax, görürsünüz, əla. Tapşırığı tez bitirmək üçün iş bölgüsü məntiqidir, olmalıdır. Ən effektiv həll yolunu tapaq. Aha, burada deyir qərar obyektiv meyara əsaslanır. Yəni bunlar düşünür, obyektiv şəkildə məntiqə əsaslanaraq nə edir? Fikirlər yürüdür. Daha sonra gəlir hiss etmə. Deyir ki, qərar vermə funksiyalarından biri hansı oldu? Düşünmə, biri də hiss edərək qərar verirsən. Baxın, deyir ki, dəyərlər, münasibətlər, empatiya və insani meyarlara əsaslanan qiymətləndirmə. Aha. Hiss etmə funksiyası güclü olan şəxs qərar verəndə başqalarının hisslərini nəzərə alır. Empatiya. Münasibətlərdə mehribanlıq və harmoniya axtarır. Empatiya güclüdür. Nə düzgündür sualını etik və dəyər baxımından deyir ki, qiymətləndirir. İnsanlara təsirini düşünmədən deyir ki, qərar vermir. Yəni mənim bu qərarım digər insanlara necə təsir edir? Onu düşünmədən deyir qərar vermir. Yəni onları düşünür hamısını. Konfliktləri yumşatmağa və uyğunluq yaratmağa çalışır. Hiss funksiyasının əsas sualı: bu qərar münasibətlər və dəyərlər baxımından nə qədər uyğundur? Görsünüzmü, hamısını nə edir? Nəzərə alır. Nümunə də verib burada. Eyni qrup tapşırığı deyir ki, eyni qrup tapşırığı zamanı hiss etmə funksiyası güclü olan şagird biləcək. Heç kim kənarda qalmasın. Hər kəs özünü yaxşı hiss etsin. Aha. Ən çox çətinlik çəkən uşağa sadə hissəni verək, empatiya hissi qurdu. Üzvlər arasında konflikt olmasın. Qərar insanlar və münasibətlər arasında deyir formalaşır. Bir insan bu 4 funksiyanın hamısına malikdir. Lakin onlardan biri əsas, digəri köməkçi kimi daxil. Yəni insanların hamısında bu 4 funksiya var. Amma onlardan biri daha ön planda olur. Biri əsas olur, digərləri isə köməkçi. İndi keçəcəyik 8 əsas psixoloji tip. Bunlar hansılardır? Onları öyrənəcəyik. Gəlin də bura qədər keçdiyimizi bir ümumiləşdirmə edək müəllimlər. Deməli, enerjinin istiqaməti neçə cür oldu? Suallar verirəm, siz təkrarlayın, orada görüm. 2 cür. Dedik ki, ekstraversiya, bir də introversiya. Ekstraversiya nə oldu? Yəni enerjinin xaricə yönəlməsi, introversiya isə daxili aləmə yönəlməsidir. Bəli. Deməli, bu hansına aid idi? Ekstravert şəxs yoxsa introvert şəxs? Mənə deyin görüm. Deyirik ki, bu insanlar digər insanlarla ünsiyyətdə olmağı sevir. Adi gözünə bir dənə geyim alsın, tezkən nümayiş elətdirir ki, mən bunu aldım, getdim falan yerdə endirimdə idi. Belə deyən digər insanlara bildirir. Ondan sonra nə deyək? Ta ki, şagirddir qrup işində, şagirdlərlə əməkdaşlığı sevir. Görürsən ki, tənəffüsdə də 4-5 şagird hər zaman bir yerdə gəzir. Bunlar hansına aid olacaq? Ekstravert yoxsa introvert? Təbii ki, ekstravert deyənlərə bir alqış. Bəs yaxşı, dedik ki, bu insanlar öz daxili aləminə çəkilir, ondan sonra çox insan olan yerlərdən uzaqlaşır, tədricən digər insanlarla ünsiyyət qurur, ondan sonra nə bilim, daxili dünyası yavaş-yavaş ortalığa çıxır. Təbii ki, bu da introvert şəxsə aiddir. Enerjisi də demişdik ki, daxili aləmdən qaynaqlanır, düzdürmü? Nə idi bunlar üçün vacib məqamlar? Düşünmə, yəni düşünürlər, refleksiya etmə, təsəvvürlər, daxili hissləri ön plandadır, bəli. Bəs yaxşı, informasiyanın emalı neçə kateqoriyaya bölündü deyin görüm. 2, bəli. Qavrama, bir də ki, qərar vermə. Qavramada hansılara aid oldu? Duyğu, bir də nə? İntuisiya. Düzdürmü? Duyğu, bir də intuisiya. Bu hansına aid idi ki, dedik ki, faktlar, detallar, nə bilim, real həyat təcrübələrinə əsaslanırlar. 5 duyğu orqanlarından aldıqları məlumatlara güvənirlər. Duyğu, bəli. Amma dedik ki, ehtimallar, ondan sonra gizli əlaqələri araşdırır, tapır. Sözün arxasında gizli məqam nədir? Onu izə çıxarır. Sən bir söz dedin, o sözün arxasında nə dayanır? Tezkən o tərəfə biraz yozur. Ondan sonra gələcəyə aid, nə bilim, tezkən bir nəsə axtarır.
Bu intuisiya, bəli, doğrudur. Hə? Nəyisə proqnozlaşdırma, gələcəyə yönəlmə görsək, ondan sonra nəyisə sözün arxasında bir məna axtarırsa, bu intuisiyadır. Belə, amma məsələn real, praktik şəkildə nəyisə əsaslanır, faktla danışır desə, duyğu orqanlarından aldığı informasiyaya güvənir. Bu isə deməli ilə duyğuya aid olacaqdır. Belə, indi isə qərar vermədən də bir-iki sual verim. Qərar vermə, buna nələr aid oldu? Düşünmə, bir də ki, hiss etmə. Hansı idi ki, orada insan məntiqə köklənir, ondan sonra nə bilim bir ardıcıllıq, obyektivlik, ondan sonra nə ədalətlilik, sistemlilik, bu təbii ki, düşünmədədir. Amma dəyərlər dedik, ondan sonra nə empatiya digərinin yerinə özünü qoyur, deyir ki, ta ki bu şagirdə asan tapşırıq verək, məsələn, ta ki zəif bilən şagirddir, münasibətlər, ondan sonra nə bir qərar verən zaman digər insanlar da nəzərə alır. Bu da təbii ki, nəyə aid olacaq? Hiss etmə. Bəli. İndi keçirik müəllimlər mövzumuzun sanki ikinci hissəsinə. Bura qədər əla, gözəl. İkinci hissə hansıdır? 8 əsas psixoloji tip var. 8 əsas psixoloji tip var. Gəlin görək bunlar hansılardır. Deyir ki, hər bir tipin dünyanı qavrama və qərar vermə tərzi fərqlidir. Aha. Baxaq. Ekstravert düşünmə. Deməli, ekstravertə aiddir 4 ekstravertə aiddir, 4 isə introvertə. İndi gəlin birinci ekstravertdən danışaq. Bax, D yazır. Birinci bunların aydınlığını gətirək. Yəni ekstravertdir hamısının. Burada əvvəlində görəcəksiniz. Qələmimizi götürək. Ekstravert. Qələm desən gəlmək istəmir. Qələm də yazmaq istəmir. Yanında da D-sı, yəni düşünmə. Burada da görürsünüz ekstravert, yəni qalır yerində hiss etmə. Ekstravert digər insanlardan əlaqədə olan insanlardan nəzər. Ekstravert qalıb, ondan sonra D duyğu, biri də o birisədən keçəcək. Birinci gəlin danışaq ekstravert düşünmə. Deyir ki, qərarlarını məntiq və obyektiv analizə əsaslandırır. Baxın. Ekstravertin düşünmə, belə deyək, versiyası. Nə? Qərarlarını məntiq və obyektiv analizə əsaslandırır. Bax, burada məntiq ön plandadır. Onlar hadisələri və məlumatları açıq şəkildə qiymətləndirir, sistematik və məntiqi yollarla nəticəyə çatmağa çalışırlar. Elə insan var ki, hər bir şeydə məntiqi düşünür də, yəni. Məntiq axtarır. Bax, onlar bu tipə aiddir. İndi bunları danışaq, axıra qədər izah edək, görün siz hansına aidsiniz. Məsələn, bir komanda layihəsində deyir ki, ekstravert düşünmə tipli şəxs hansı addımların atılacağını planlayır, resursları bölüşdürür və hər kəsin vəzifələrini effektiv yerinə yetirməsini təmin edir. Onlar əsasən faktlara, qaydalara, baxın, və nəticələrin obyektiv analizinə əsaslanaraq hərəkət edirlər və şəxsi emosiyalardan çox məntiqi yanaşmanı üstün tuturlar. Bax, testlərdə də görsəniz, müəllimlər ekstravert düşünmə deyəndə deyəcək ki, tutaq ki, bu şagird, məsələn, tutaq ki, müəllim bir tapşırıq verib, bir layihə işi, məntiqi olaraq düşünür ki, gəlin bu layihə işinin kim nəyi bacarırsa, həmin işi o şagirdlərə verək, məsələn. Bir layihə işidir, qrup işidir, tutaq ki, müəyyən qədər şagird sayı var və deməli, bu layihədə kim, tutaq ki, bir robot hazırlamaq lazımdır. Kim nəyi yaxşı bacarır? Biri bəlkə kodlaşdırmanı yaxşı bacarır, nə bilim, biri hansı hissəni. Gəlin, deyir ki, məntiqi şəkildə, belə deyək də, işi bölək. Düzdürmü? Deməli, ekstravert düşünmədə, bax, məntiq ön planda olacaq. Yaxşı mı? Məntiqinə əsaslanıb işi icra edir. Amma ekstravert hiss etmə. Bu insanlar nə edir? Qərarlarını şəxsi dəyərlərə, bax, bu hissəni yadda saxlayın, şəxsi dəyərlərə və sosial münasibətlərə görə verirlər. Ekstravert hiss etmə. Yəni də birisi də bir də H-da hiss etmənin baş hərfi. Tipi olan insanlar qərarlarını daha çox sosial harmoniya, münasibətlər və başqalarının hisslərinə əsaslanaraq yəni qərar verilir. Onlar üçün ən vacib olan ətrafdakı insanların özlərini necə hiss etməsidir. Bax, bu insanlar, bax, hiss etmə deyəndə ətrafdaşları düşünənlərdir. Bu səbəbdən seçim edərkən yalnız öz dəyərlərini deyil, həm də kollektivin rifahını və emosional balansını nəzərə alır. Məsələn, dostlar arasında fikir ayrılığı yarandıqda bu tip insanlar deyir ki, problemi həll etmək üçün aktiv şəkildə vasitəçilik edir. Hər kəsin özünü dəyərli və
deyir ki, eşidilmiş etməsinə çalışır. Onlar adətən ünsiyyətcil, anlayışlı, baxın, empatik və sosial münasibətləri gücləndirməyə çalışan şəxslərdir. Bax, görsəniz ki, digər şəxslərlə münasibətdə özünü o şəxsin yerinə qoyur, çalışır ki, heç kim inciməsin, hamı eşidilsin də, yəni hamının fikrinə dəyər verilsin, önəm verilsin, sosial münasibətləri, bax, görsən digər insanlarla münasibətə gücləndirməyə çalışırsa, bu ekstravert hiss etmədir. Çünki niyə digər insanlarla burada introvert olmayacaq da, təbii ki, ekstravert olacaq, amma hiss etmə, yaxşımı? Hiss, sosial, hissdə s var, s, sosial münasibət, nə bilim, digər insanlara çox dəyər verir, önəm verir, düzdürmü? Çalışır ki, onlar da özünü dəyərli hiss eləsin. Bax belə, amma düşünmədə nə oldu? Düşün, belə yadda saxlayın, ekstravert düşünmədə məntiqi düşün, orada məntiq axtarın, yaxşımı? Sonra keçirik növbətinə, ekstravert duyğu. Duyğu görək nədir? Deyir ki, bu tip insanlar dünyanı əsasən 5 duyğu vasitəsilə qavrayır və diqqətlərini deyir ki, xarici mühitdəki konkret faktlar və detallara yönəldirlər. Onlar üçün ən etibarlı məlumat gördükləri və ölçə bildikləri şeylər. Praktik düşünür. Aha, real müşahidələr əsaslanır, bəli. Deyir, bazara gedəndə məhsulların keyfiyyətini, toxumasını, görünüşünü və qiymətini diqqətlə müqayisə edərək, yəni yoxsa məsələn gedir özünə tutaq ki, bir geyim almağa, mütləq onun parçasına toxunur. Deyir görüm bunun keyfiyyəti necədir? Hansı materialdan hazırlanıb, nə bilim, bunun deməli, bütün də qaydalarına baxır ki, neçə dərəcədə yuyulmalıdır, nədir, nə deyil. Deməli, bax testlərdə görsəniz ki, real təcrübəyə əsaslanan, müşahidəyə əsaslanan, praktikliyə əsaslanan ekstravert duyğu. Fakt toxundum, real olaraq gördüm ki, bunun parçası keyfiyyətlidir, aldım. Bunu yada salın. Bax, bir də vurğuluyuram, qarışdıra bilərsiniz. Deməli, düşünmə, məntiqi düşündüm, qərarımı verdim məsələn. Hiss etmə, digər insanların da, bax, empatiya da buradadır. Sonra nə, sosial münasibətlər buradadır, dəyərlər, qoy digərlər də dəyərli hesab etsin özünü. Ondan sonra nə bilim, anlayışlı oluram, empatiya hissi buradadır. Amma real, praktik, nə bilim, gördüyü müşahidəyə əsaslanma hamısı hardadır? Duyğudadır. Ekstravert duyğu. Diqqətini deyir, xarici müddəci konkret fakta, detala yönəlir. Gördü, toxundu, nə bilim, bəyəndi, seçdi, aldı. Ekstravertin sonuncusu 4 ekstravertə aiddir bu 8 tipin, 4-ü introvertə. Görək intuisiya bu nədir bəs? Bu tip insanlar deyir ki, xarici dünyada nümunələri, dəyişiklikləri və gələcək imkanları tez görürlər. İntuisiya nə xatırlatdı sizə? Yəni intuisiyası güclü olan, 6-cı hissi güclü olanlar konkret faktlardan daha çox bu faktlar nəyə işarə etdiyini və hansı ehtimallara yol aça biləcəyini. Onlar üçün yenilik və ideyalar motivasiya mənbəyidir. Yenilik və ideyalar. Məsələn, bazarda yeni yaranan bir trendi görüb bütün, daha doğrusu bunun deyir, gələcəkdə hansı biznes və ya inkişaf imkanlarına çevrilə biləcəyini fikrimi yayındırdılar. Dərhal təsəvvür edirlər. Demək, müəllimlər, intuisiya deyəndə bu insanların 6-cı hissi güclü, intuisiyam güclüdür deyirsiniz ha. Dərhal artıq gələcəyi təsəvvür eləyirlər. Gələcəkdə nə baş verə bilər? Bu işin arxasında hansı ehtimallar ola bilər? Düzdürmü? Bax, gələcək imkanları tez görənlər, imkanları deyir çevirə biləcən dərhal təsəvvür edirlər. Hansı biznes və ya inkişaf imkanlarına çevirə biləcəyini görürlər. Bu da oldu intuisiya. Deməli, ekstravert haqqında, bu tip haqqında bitirdik. İndi keçəcəyik nəyə? Introvertə. Bura qədər çətin bir şeyimiz qalmadı. Ekstravert hansılara aid oldu? Təkrar eləyək görək. Deməli, düşünmə, məntiq, hiss etmə, digər insanlar, hiss, sosial münasibətlər, onlara da önəm verdik. Sonra nə idi? Duyğu. Duyğuda nə oldu? Real gördüm, geyimi getdim, toxundum, aldım, duyğu orqanlarıma güvəndim. İntuisiya, intuisiyam 6-cı hissim güclüdür. Yəni dərhal o ta ki bir işdir, onun arxasında artıq bundan özünə bir biznes planı fikirləşir. Gələcək üçün bunu belə eləyə bilərəm. Tezkən düşünürlər. İndi introvertin 4 tipi. Keçək bunları öyrənək. Deyir ki, bu tip insanlar, aha, biraz belə edək, bir dəqiqə.
Hə, deyir ki, deməli nə? Bu tip insanlar reallığı daha çox öz daxil, introvert artıq daxilə keçəcək də, belə deyək. Çünki bayaqca digər insanlarla əlaqə burada artıq daxil. Bu tip insanlar reallığı daha çox öz daxili təcrübələri, xatirələri və şəxsi hissləri vasitəsilə qiymətləndirir. Yenə də introvert belə. Xarici faktları nəzərə alsalar da, qərarlarına əsas rol onların öz keçmiş təcrübələrindən, bax, vacib hissədir. Doğan subyektiv hisslər deyir, oynayır. Nə deyəcəm? Məsələn, hər hansı bir seçim edərkən illər əvvəl yaşadığı bənzər bir situasiyanı xatırlayır və həmin təcrübənin yaratdığı hisslərə əsaslanır, riskləri qiymətləndirir. Məsələn, tutaq ki, nəyisə bir qərar vermək istəyirsən, xatırlayırsan ki, bir ay əvvəl filan şey belə olmuşdu, bu hadisəni yaşamısan. İndi qoy bunu bu tərzdə edim. Deməli nə? İntrovert duyğu deyəndə əvvəl yaşadığın təcrübəyə. Baxın, ekstravert duyğu nə idi? Yadınıza salın. Ekstravert getdi, toxundu, praktik, real həyatda nə bilim toxundu, geyimi aldı. Ekstravert duyğu da onu demişdik. Amma introvert duyğu nədir? Deyir ki, nədir? Əvvəl yaşadığı həmin o hadisəni praktik olaraq da, yəni bu da nəsə yaşayıb. Əslində bax görürsüz, praktikliyi indi burada ön plana çəkməsə bunda da var da. Əvvəl məsələn mən bunu yaşamışam da praktik, real olaraq. Görsünüzmü? Bax bu çox gözəl məqamdır. Ha, belə yadda saxlaya bilərsiniz. İndi onu xatırlayıram. İndi bu yeni nədirsə, bu problemdir, işdir, nədirsə, artıq risklərin qiymətləndirirəm ki, əvvəl bu belə idi. Belə ya olub, başıma bu hadisə gəlib, indi ona uyğun. Deməli, baxın müəllimlər, bir də vurğulayıram. Ekstravert duyğuda praktik dedi, düşündü, real müşahidəsi oldu, nə bilim getdi, toxundu, bazarda gördü, neynədi, aldı. Hə? Amma burada da əvvəl nə yaşayıbsa, ondan bir nəticə çıxarır, qərarını verir. Yəni bu da elə real fakta əsaslandı da deməli. Ekstravert duyğu o birisi, introvert duyğuda da deyəcək ki, əvvəl yaşadığı, yəni bunu deyəcək də bizə, yaxşımı? Öz daxili təcrübələrini, xatirələr, bax, xatirələr, şəxsi hisslər. İntrovert intuisiya. Bu insanlar daha çox daxili qavrayışa əsaslanır, daxili qavrayışa və mürəkkəb nümunələri, əlaqələr sakit düşüncə içində müəyyəndir. Bax, sakit düşüncə burdadır, intuisiyada. Onlar üçün dərin anlayış xarici müşahidədən çox daxili düşüncədən gəlir. Problemləri səssizcə analiz edir və gözlənilməz yaradıcı həllər tapa bilər. Məsələn, deyir ki, qarışıq bir məsələ ilə üzləşən çox danışmadan onu daxilən analiz edir və birdən deyir ki, ortaya orijinal və fərqli bir həll yolu çıxarır. Bax, testlərdə görsəniz sakit düşüncə, səssizcə analiz edir, fərqli bir həll yolu çıxarır. Bu intuisiyadır. İntuisiya nə idi müəllimlər? Bayaq dedik ki, gələcəyə yönəlik, yəni öz hisslərinə güvənir. Artıq orada bir gələcək üçün, özü üçün artıq bir biznes qurdu, neynədi? Tezkən o planları gördü. İndi amma o ekstravertin intuisiyası, amma introvertin intuisiyasında deyəcək ki, səssizcə izlədi, sakit izlədi, çox danışmadan, amma fərqli bir həll yolu qoydu ortaya. Baxın, sakit, səssizcə, intuisiyası, sakit, səssizcə, bir də fərqli həll yolu. Yaxşımı? Bunu unutmayın. Ondan sonra keçirik bu hissəyə. İntrovert düşünmə. İndi burada da düşünmədə görək nələri verib bizə. Deyir ki, deməli nə? Qərarlarını daxili məntiqi analiz əsaslandırır. Düşünmədə yadınıza salın. Ekstravert düşünmədə nə idi? Məntiq. Burada da məntiqdir. Sadəcə bu daxili məntiqinə güvənir də, yaxşımı? Deməli nə? İntrovert düşünmə tipi olan insanlar məlumatı öz daxilində sakit və dərin düşüncə prosesləri vasitəsilə, yəni dərin düşünür, məntiqi fikir yürüdür də. Burada deyə bilərsiniz ki, intuisiya da bəs daxili sakit, səssizcə var idi. Bu fərqli bir həll yolu qoyurdu, amma bu məntiqi düşünür. Dərin düşüncə prosesləri vasitəsilə emal edirlər. Onlar qərar verməzdən əvvəl uzun müddət analiz edir. Hər detalı öz daxili məntiqi strukturlarına uyğun şəkildə qiymətlənir. Məsələn, yeni bir ideya ilə qarşılaşanda bu tip deyir ki, dərhal paylaşmır və ya tətbiq etmir, əvvəlcə öz-özünə düşünür, ideyanı gücləyir. Bax, çünki analiz edən insanlardır da, bunların vaxtı da bir məsələni, bir problemi həll etməyə çox gedir, bir qərar verməyə. Çünki niyə bu insanlar analiz edir, təhlil edir. Daxili məntiqinə uyğun şəkildə formalaşır, daha sonra isə artıq tam əmin olduqda deyir, ideyanı həyata keçirir və başqaları ilə sonradan bölüşür.
analizə yönəlmiş, dərin düşünən və öz daxilində tutarlı məntiq sistemi quran. Deməli, bir də təkrar edirəm, ekstravert düşünmə, dedik ki, onlar da məntiq, obyektiv bu qərarlara əsaslanır, düzdürmü? Məntiqi yanaşma, ən əsas burada da yenə də eyni ilə məntiq ön planadır. Sadəcə bu dəfə burada qeyd edəcək ki, məsələn, öz daxilində dərindən düşünür, analiz edir, məntiq tapır, düzdürmü? Belə, sonra keçirik ən sonuncu tipə. Hiss etmə, qərarlarını daxili dəyərlərə və şəxsi inancına görə verir. Hiss etmə. Məsələn, deyir ki, əxlaqi prinsiplərinə uyğun seçim edir. İntrovert hiss etmə tipində o insanlar qərarlarını əsasən öz daxili dəyərləri, şəxsi prinsipləri və mənəvi inanc sistemləri əsasında. Yəni mən buna inanıram, hiss edirəm, sanki 6-cı hiss kimi. Öz iç dünyasında doğru hesab etdikləridir. Baxın, vacib olan başqalarının nə düşündüyü deyil, öz iç dünyam, mən bunu doğru hesab edirəm. Bu insanlar çox vaxt emosiyalarını açıq şəkildə ifadə etmirlər, hisslərini daxilən dərin şəkildə yaşayırlar və davranışları səssiz, lakin bunlar niyə bir-bir oxuyuram, müəllimlər görürsə, həm oxuyuram, həm də onun izahını da verirəm sizə ki, çünki bəzən olur ki, kitab cümləsinə əsaslanan məqamlar da olur. Ona görə həm sadə formada çalışıram, izah verim, həm də kitab cümləsinə nəzərə çatdırım. Lakin sabit bir dəyər sisteminə əsaslandırırlar. Bir vəziyyətə ətrafdakılar ondan fərqli bir qərarı gözləsə belə, əgər bu seçim onun şəxsi əxlaqi prinsipinə uyğun deyilsə, bu tipli şəxs deyir, həmin addımı atmayacaq, bəli. O daxili vicdanına zidd getməyə üstünlük, getməməyə daha doğrusu, o daxili vicdanına zidd getməməyə üstünlük verir. Tez-tez oxuyuram ki, çünki videomuzun dəqiqəsi çox olmasın. Baxın müəllimlər, yəni qısa olaraq desək, məsələn, bu insan deyir ki, tutaq ki, mən hiss eləyirəm ki, tutaq ki, bu qərarı versəm bu işdə, bu daha doğru olacaq. Yəni öz hisslərinə nə edir? Güvənir. Düzdürmü? Öz iç dünyasına. Bax deyir ki, doğru hesab etdiklərini bu qərarda verəcəklər. Var da belə insanlar deyir ki, mən yox, hiss eləyirəm ki, ora getsəm başıma falan bir hadisə gələcək. Hə? Və ya da ki, mən bunu belə etsəm belə olacaq. Yəni öz hisslərinə güvənən insanlardır. Belə müəllimlər, 8 tip haqqında bitirdik. 8 tip haqqında bu qədər. Bax görürsünüz, burada nə verib bizə? Psixoloji ölçü. Deyir ki, enerji istiqaməti, deməli, enerji istiqaməti hansılar oldu? Ekstravert dedik, xarici aləmə getdi enerjisi, introvert daxili aləmə, informasiyanı emalı biz necə qəbul edirik? Qavrayaraq, bir də qərar verərək. Sonra burada nə? Duyğu haqqında yazır. Duyğu, intuisiya, düşünmə. Duyğu nədir? Faktlara, detallara, bayaq dedik, 5 da duyğu orqanı vasitəsilə intuisiya, gizli əlaqələr, ehtimallar, bəli, düşünmə, məntiqi olaraq analiz edərək təhlil edir, hiss etmə, dəyər, münasibət, empatiya və s. düzdürmü? Hərəsində 2 sayılıqda, qavramada, duyğu, intuisiya idi, qərar vermədə, düşünmə, hiss etmə idi. Bayaqları bunları danışmışıq. Görək son olaraq bu hissədə nə qaldı müəllimlər? Deyir ki, enerjinin istiqaməti üstəgəl o funksiyalar, psixoloji tiplər, yəni artıq bu insanlar yaranır. Deməli, psixoloji funksiyalar və tiplər qavrama funksiyasında deməli yazıb nəyə? Duyğunu, intuisiyanı, düzdürmü? Qərar vermə funksiyasında düşünmə, hiss etmə. Deməli, belə. Burada ekstravert duyğu, qısaldılmış versiyada yazıb. Görək burada nə var? Psixoloji tipləri anlamağın vacibliyi və təhsildə tətbiqi. Burada da bir neçə vacib məqam var. İndi bunları deyəcəyimizə, psixoloji tipləri anlamaq həm təhsil, həm də şəxsi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. İnsanların fərqli düşünmə, hiss etmə və davranış tərzlərinə malik olduğunu dərk etmək müəllimlərə, valideynlərə, öyrənənlərə daha anlayışlı yanaşma tətbiq etməyə imkan verir. Deyir ki, fərqli düşünmə, bax insanların fərqli düşünməsi, hiss etməsi, davranış tərzlərinə malik olduğunu dərk etmək müəllimlərə, valideynlərə və öyrənənlərə daha anlayışlı yanaşma tətbiq etmək. Yəni deyir ki, insanlar fərqli düşünür, fərqli hiss edir, fərqli davranış tərzlərinə malikdir. Yunqun nəzəriyəsi bizə göstərir ki, deyir doğru və yanlış öyrənmə və ya düşünmə üsulu yoxdur. Sadəcə fərqli psixoloji üstünlüklər mövcuddur. Təhsil kontekstində deyir ki, bu yanaşma üsulu vacibdir, çünki şagirdlərin öyrənmə tərzləri bax vacibdir. Onların psixoloji tipindən asılı olaraq dəyişir, bəli. Deməli, insanların fərqli düşünməsini, hiss etməsini, davranış tərzlərini nəzərə almalısan, öyrənmə tərzlərini nəzərə almaq lazımdır. Ondan sonra deyir ki, təlim prosesini daha çevik və inklüziv edir. Baxın, həmçinin bu yanaşma eyni dərs materialı müxtəlif şagirdlər tərəfindən fərqli şəkildə deyir ki, qavradığını nəzərə
nəzərə almağa kömək edir və təlim prosesini daha çevik və inklüziv. Yəni müəllim bilməlidir ki, hamının öyrənmə tərzi eyni deyil, qavraması eyni deyil. Ondan sonra nə? Psixoloji tiplərin deyir ki, tanınması həm də sinifdə empatiya və qarşılıqlı anlaşma, bəli, şagirdlərdə bir-birini empatiya hissi olmalıdır, düzdürmü? Qarşılıqlı anlaşma, çünki hər bir fərdin özünə məxsus düşünmə və öyrənmə üsulu var. Məsələn, duyğu funksiyasına əsasən şagirdlər üçün deyir, bax duyğu funksiyasına əsasən şagirdlər üçün konkret nümunələr, praktik tapşırıqlar, bayaq demişdik, müşahidələrə əsaslanan fəaliyyətə daha təsir olur. Onlar əllə toxuna biləcəkləri və real həyatda tətbiq olunan məlumatları öyrənmək üstün tuturlar. Bayaq demişdik, intuisiyada funksiyası əsas olan şagirdlər isə təxəyyül, bəli, ehtimallar, gələcəyə yönəlmə. Deyir ki, fəaliyyətlərin zövq alır. Bu səbəbdən müəllim onlara yaradıcılıq tələb edən, gələcək yönümlü və ideya əsaslı, bax, məsələn, bir layihə tapşıra bilər, bir gələcəkdə nə olmaq istəyirsən bununla bağlı, nə bilim, tapşırıqlar, düzdürmü? Eyni şəkildə deyir, düşünmə funksiyası olan şagirdlərdə məntiqi arzular, düşün, məntiqi bayaq demişdik, əsaslandırma tələb edən fəaliyyətlərdə uğurlu olur bu insanlar. Onlara arqument qurmaq, məlumatları müqayisə etmək, qərarlarının səbəblərini izah etmək kimi tapşırıqlar verib daha çox motivasiya hiss edirlər. Hiss etmə funksiyası isə insan münasibətlərə və dəyərlərə həssasdırlar. Bu tip şagirdlər üçün əməkdaşlıq tələb edən tapşırıqlar, qrup müzakirə, emosional bağlılıq yaradan fəaliyyətlər deyir ki, səmərəli nəticə verir, dəyərlərə əsaslanırlar, münasibətlərə, bəli. Bundan əlavə Jungun deyir ki, ekstraversiya və introversiya anlayışlarda dərs planlaşmasında faydalı ola bilər, bəli. Ekstravert şagirdlər müzakirələrdə və qrup işlərində fəal iştirak etməyi sevirlər. Introvert şagirdlər isə fərdi düşünmə və sakit mühitdə öyrənmə zamanı daha çox dərinlik qazanırlar. Müəllim hər iki tip üçün balans yaratmaqla sinifdə hər bir şagirdin potensialını üzə çıxara bilər. Beləliklə, psixoloji tiplərin nəzərə alınması müəllimə yalnız akademik nəticələri yaxşılaşdırmaqda deyil, həm də emosional rifahı, sosial qarşılıqlı əlaqəni və öyrənməyə deyir, daxili motivasiyanı gücləndirməyə yaradır. Burada da çətin bir şey yoxdur. Hamısını bir-bir həm kitab cümləsinə çalışıram, nəzərinizə çatdırım, həm də sadə formada izahını da verirəm ki, hansı isə çətindir, necə yadda saxlamaq lazımdır. Belə müəllimlər, Jungun psixoloji tiplər nəzəriyyəsində bunun da nəzəriyyəsində çox həqiqət var. Yəni bəzi insanlar həqiqətən də nə bilim ekstravert şəxsdir, bəziləri introvertdir, sonra bəziləri dediyimiz kimi məntiq, analiz əsaslanır, bəzi öz hisslərinə əsaslanır, nə bilim bəziləri praktik təcrübəsinə əsaslanır, düzdürmü? Siz də düşünün, siz hansına aitsiniz? Belə axırda çox vacib sual, siz hansına aitsiniz? Belə müəllimlər sağ olun, özünüzə yaxşı baxın. Bu qədər.